Tülkü bir gün ovçulardan qaçarkən odunçu ilə qarşılaşır. Odunçudan gizlənməsi üçün ona yer göstərməsini xahiş edir. Odunçu da öz komasını göstərərək burada gizlənə bilərsən deyir. Tülkü də tez qaçaraq oduncunun komasında gizlənir. Bundan sonra ovçular odunçudan tülkünü görüb görmədiyini soruşurlar. Odunçu dili ilə görmədim desə də, əli ilə əslində tülkünün harda olduğuna işarə edir. Xoşbəxtlikdən ovçular odunçunun dilinə diqqət yetirdikləri üçün tülkünün harda olduğunu bilmədən həmin yerdən ayrılıb gedirlər. Onlar getdikdən sonra tülkü komadan səssiz-səmirsiz çıxıb getmək istəyəndə odunçu ona belə deyir. Mən səni ovçulardan gizlətdim. Sən isə bir təşəkkür eləmədən çıxıb gedirsən. Tülkü isə cavabında odunçuya belə söyləyir. Mən sənə təşəkkür eləyərdim. Dilinlə əlin eyni kəlməni söyləsəydi.